Əminəm ki, bir çoxunuz bu sözlərin mənasını bilirsiniz. Bilirsiniz ki, biri sakit, biri isə tamamilə deməkdir. Amma hansı? Problem buradadır. Ən çox bunu qarışdırırsınız. Gəlin bu videoda sizə bir tüyo verim və bundan sonra onların mənasını qarışdırmayacaqsınız. Baxaq birinci bu sözə. Gördüyünüz kimi bu söz e ilə bitir. O zaman bu sözün mənası tamamilə deməkdir. Yəni ə ilə bitən. Tamamilə. Bu söz isə sakit deməkdir. Necə ki, ingilis dilində bu söz t ilə bitir, Azərbaycan dilində də mənası t ilə bitən sözdür. Sakit. İndi isə baxaq onların tələffüzünə, çünki tələffüzünü də çox vaxt qarışdırırsınız. Tamamilə sözünün tələffüzü bir hecalıdır. Quite. Quite. Sakit sözünün tələffüzü isə iki hecalıdır. Quiet. Quiet. Ümid edirəm ki, artıq onların nə tələffüzünü, nə də mənasını qarışdırmayacaqsınız. Əgər video sizin üçün faydalı oldusa, bəyənməyi və dostlarınızla paylaşmağı unutmayın.